Biz bura ailəvi 4-cü dəfədir ki, artıq gəlirik piknik üçün və hər dəfə gələndə çox böyük zövq alırıq. Sadəcə bugün piknik üçün bu bir gün seçməmişik, çünki hava tutqundur və çox küləklidir. Bir də biz gəlib çox gözləməli olduq qapalı yer üçün, besinqi üçün yəni. Yer tapmaq çətindir burada, özəlliklə həftə sonları. Ona görə bura gəlməmişdən öncə iki şey nəzərinizdə olsun. Birincisi, havanı mütləq kontrol eləyib günəşli bir gün seçin. İkincisi isə günlər öncədən hətta danışıb rezerv eləyin. Mən əlaqə nömrəsini də bura qoyacağam, əlaqə saxlayıb bunu eləyə bilərsiniz. İçində yerdə də əyləşmək olar, amma biz sadəcə çox olduğumuz üçün və uşaqla gəldiyimiz üçün qapalı yer seçməli olduq. Tapa bildiyimiz məkan bura oldu ən uyğun. Nömrəsi 7-dir. Burada ümumiyyətlə nömrə ilə işarələyirlər hamısını. Yaxınlığında belə müğanik var və manqal var. Bəbəmizin kalyaskasını da Nesitkanın arxasına bura parking eləmişik. Amma keyfimizi bozmağa çalışırıq. Çok fazla görmüşük. Mənim çox sosial kombin də eləmişəm, saçımı belə hörmüşəm. Burada belə sevimdə balıq var, balıq gölə var. Gəlin gedək mən sizə göstərim. Bir burada nələr var. Burada artıq manqalı qalayıblar. Hazırlıqlar gedir. Yəni sizə yaxından göstərim. Manqal salatımız hazırlanır kebabın yanında yemək üçün. Bu isə növbəti salatımız. Albalı pomidor salatı. Balacamız yatdı. Atasının qucağında. İki dənə belə gözəl bir qızla tanışıq. Baxın. Kanalı takip eləyin. Beğenin. Abone olmayı unutmayın. Eşitdiniz. Bu mütləq ediliyyə. Sağ ol, şad oldum mən də. Mən də sizə. Sağ ol. Ya sana mat ya. Özdə də balıq tutmağa yerdir. Bu da toyuğumuz. Nədə qarşı? Oy, bəh. Burada isə közdə qarğıdalı pişməyən. Biraz da ətrafı çəkmək istəyirəm sizə. Musiqin səsini eşidirsiniz. Baxmayaraq ki, bugün hava küləklidir, amma yerlərin demək olar ki, çoxu doludur. İnsanlar ləzzət almağa çalışır. Burada top gətirib oynayanlar da var. Hava gah kapanır, gah açılır, yəni gah günəşli olur, amma külək bayaqdan əsir. Nəysə, biz də ləzzət almağa çalışırıq. Ata ilə bacımın yoldaşı kebab hazırlayır, süfrə qururuq. Balacamız yatıb. Yeməklərimiz demək olar ki, hazırdır. Süfrəyə düzülür. Biz içərini səliqəyə saldıq və süfrəni qurduq. Bu tərəf çay süfrəsi olacaq, bu tərəf isə yemək süfrəsi. Belə də pişirəm. Gəlin belə baxaq. Sən də ata. Hava şey oldu. Az öncə çəkiliş zamanı tripodda qoyduğum telefonum küləkdən açdı və ekranı biraz çatladı. Uy, yuxudan uyandı. Biz yeməyimizi yedik, bitirdik. İndi də bəbəmiz yuxudan uyanıb, bu yeməyini yiyir. Çay süfrəmiz. Bunun dadını çok beğendim. Dediğimi isteyeceğler. Bu cütlüğümüzdə çəkiliş elədilər sushi ilə. Artıq getmək vaxtı çatıb, biz hazırlaşırıq. Günümüz maraqlı keçdi. Düzü çox mükəmməl bir gün olmadı. Çünki havaya görə
top oynaya bilmədik, bilmədik, qapalı yerdə əyləşdik. Amma maraqlı bir gün oldu, ailə ilə gözəl bir vaxt keçirdik, dincəldik, təmiz hava aldıq. Ümid edirəm ki, vlog xoşunuza gələr. Videomu bəyənməyi, kanalıma abunə olmayı unutmayın. Gələn vloglarda görüşənə dək hələlik.